Özü də bir dəfə yox, 5 dəfə yox, 10 dəfə yox, həmişə oxuyuruq. Hər dəfə oxuyuruq və hər dəfə oxuyanda insan ondan feyiz alır. Qur'anın ecazkarlığıdır. Qur'anın möcüzələrindən biri də budur ki, yəni müxtəlif xalqlar tərəfindən, dilləri müxtəlif olan insanlar tərəfindən sevilir, əzizlənir və həmişə oxunur və öz təravəti həmişə də qoruyur, saxlayır və heç kəs də oxumaqdan yoruldum demir. Bəlkə oxuduqca ondan ləzzət tutarır. Allah bizi belə möminlərdən qərar versin. Buyurur Allah Teala Loqman surəsində mövzumuz tevhiddir. Allah Teala'nın sifətləri və tevhid. Tevhid bir şeydir ki, əgər tevhid olmasa heç bir şey yoxdur. Heç bir şey. Allah Teala'nı bir insan vahid bilməsə, əhəd bilməsə, ona şərik qoşsa, onun heç bir şeyi yoxdur. Misal üçün, bir nəfər namaz qılar. Namaz qılır və namaz qılanda namazın hansısa bir cüzvini, misal qunutunu, ya rükûsunu, ya səcdəsini, ya təkbirini, ya qiyamını, hər hansı bir cüzvü olursa, fərq edəməz. Laf bir hərfini belə, misal üçün, bələzlalinin kəlməsini, misal üçün. Başqasına göstərməkdən ötürü, özünü başqasına göstərməkdən ötürü onu ifadə eləsə, ya onu əncam çəksə, o namaz nə olacaq? Batıl olacaq, şübhəsiz. Elə o yerdə, haman o yerdə. Namazı kəsməli, namazı orada qoymalı yarımçılıq, çünki batıl olacaq. Və təzədən namazını nə etməlidir? Allaha xatir qılmalıdır. Əgər birdən davam eləsə, onun boynundan misal zöhr qılırsa, zöhr düşməz. Niyə görə? Tüm batıl. Eynən dəstəmaz kimi də, misal üçün bir adam namaz qılanda dəstəmazı batıl oldu. Dəstəmazı batıl oldu, nə eləməlidir? Namazı davam eləməlidir, xeyr. Namaz batıl oldu. Kəsəcək, gedib dəstəmazını alacaq, gəlib namazını başlamaq, təzədən qılacaq. Və tevhid olmasa, namaz batıl. Tevhid olmasa, həcc batıl. Bir adam həcc çəkir, durub buradan gedir həccə. Allahı nəzərdə tutmuyor bu adam. Bəlkə başqa bir şeyi nəzərdə tutur. Ki, mənə hacı desinlər, ya mənə hörmət eləsinlər, ya o qonşum görsün ki, o getdim, mən də getdim, misal üçün. Qardaşım gedir, mən də gedim, misal üçün. Dayım getdim, mən də gedim. Kənd cəmaatı getdim, bir dənə mən qaldım, gərək mən də gedim. Allah yoxdur nəzərdə. Bu adamın boynundan həccət-i İslam düşər, xeyr düşməz. Həcc batildir, kökündən batildir. Gərək o zəhmət çəksin, gələni, pul toplasın və həccə geçsin, Allaha xatir geçsin, həccət-i İslam onun boynundan düşsün. Ya başqa məsələ, xumus verir. Tamam, bu xumusu verirəm ki, o cəmaat görsün ki, mən xumus verdim, batildir, onun boynundan düşmədi. O qədər yenə də eləməlidir, xumus aydın verməlidir. Hər bir şeydir, hər bir şey. O cümlədən İmam Hüseyin Əleyhisselamın əzadarlığı. İmam Hüseyin Əleyhisselamın o 72 nəfər adamı var idi ya. Onlar bilirsiniz necə müxlis insanlar idi, müvəhhid insanlar idi. Onların boynunda bir zərrə haqqın nas yox idi. Bir zərrə, birinin boynunda, birinin haqqı olaydı, İmam Hüseyin onu qəbul edəməzdi ki. Bu məclis bu günə yaşamazdı ki. Orada ixlas olurdu, orada hər bir şey Allaha xatır olurdu. İmam Hüseyin Əleyhisselamın şəhadəti Allaha xatır olurdu. İmam Hüseyin Əleyhisselam Əlinin oğlu, Peyğəmbərin babası. O kişinin oğlu ki, gəldi müharibələrin birində, o məlunlardan biri, pəhləvanlardan biri ilə vuruşmuşdu, istədi başını kəsin. Allahın əmridir, öldürməli olur. O, Həzrətə nalayiq hərəkət elədi, ağa su baxdı. Ağa durdayıqa çıxdı ki,
Getdi bir qədər dolanandan sonra gəldi. O adam soruşdu ondan ki, niyə görə kəsmən gəlmədiniz? Dedi, axı sən məni əsəbləşdirdin, mən sənin başımı Allaha xatır kəsəm. Allaha görə edirəm bu işi. Sən məni əsəbləşdirdin, orada mənim əsəbim şərik olardı o işə. Allaha xatır olmaz. Yəni bu qədər Allah Teala'nın ixlasını gözləyən insanlardır bunlar. Ağa İmam Hüseyin Aleyhisselam'ın hərəkatı Aşuranın günü bütün hamısı tevhid idi, tevhid-i əf'ali idi, tevhid-i sıfatı idi. Hər bir şey orada cəm olmuş. Tevhid mühüm məsələdir. İndi bir nəfər adam Allah'a xatır gəlmir. Allah'a xatır İmam Hüseynin əzasında iştirak edəmir. Qürbətən illallah olmayan kişi, bəlkə başqa fikrə gələr. Batildir, əzadan feyz aparmaz. Tevhid olmasa hiçbir şey yoxdur. Hiçbir şey yoxdur. Və odur ki, insan gərək müvəhhid olsun, Allah'a xatır olsun. Hər bir şeyi muxlisanı olsun. Allah'ı yalnız Allah'ı linəsin nəzərdə tutsun. Ağa Resulullah buyurur ki, hər kəs 40 gün Allah'a xatır yaşayar. 40 gün. Nə qədər günlərimiz var bizim? 365 gündür də, 355 burası tarix olmuşsa 365 gün bir ilimizdir. Onu görürsən bir adam 80 il yaşayır, 90 il yaşayır. Nə qədər onda bizim günlərimiz hesab olar. Bunun 40 gününü Allah'a görə yaşayır insan, Peyğəmbər buyurur. 40 gün insan Allah'a görə yaşasa, Allah Təbarəkə və Teala onun qəlbində hikmət çeşmələri yaradar. Və o çeşmələr fəvvarə verib, onun dilinin üstündən cari olar. Danışanda hikmət danışar. Hər bir şey hikmət olar. Hikmət üstünədir. Allah Teala Kur'an-ı Kerim'de buyurur ki, salavat zikredin. Buyurur ki, ve men yu'til hikmete men yaşar. Allah herkese hikmet verirse verir. Hikmet istese verir. Ama ve men yu'tel hikmete, her bir kese ki Allah buyurur hikmet verildi, verdi Allah ona hikmeti, fakat utiye hayran kasira. Ona çoxlu xeyirlər verildi, yaxşılıqlar verildi. Və ma yəzzəkkəru illa ulul əlbab. Bunu düşünməz məgər ağıl sahiblər. Bəs hikmət sahibi olar bunun dilinmişlər. Hikmət əhli olar o adam. Danışanda şirin danışar, qəşəng danışar, səbəbli danışar, səbəbsiz danışmaz, yersiz danışmaz, hər bir şeyi öz yerində qoyar, düzgün qoyar, bu cür olmalı. Hikmət əhli olar o adam. Odur ki, insan gərək müvəhhid olsun. Və Allah Təbarəkə və Teala da 124 min Peyğəmbəri elə bundan ötürü seçildi. 124 min Peyğəmbəri gəlin Qur'an-ı Kerim ən sadiq kitabdır da, elə deyil. Sadiq-rat kitab nədir? Qur'andır. Gəlin Qur'an-ı Kerimə baxaq. Gedək Tovrata baxaq. Gedək İncilə baxaq. Hamısı, bütün Peyğəmbərlərin ki, əhvalatları nəql olunur, hamısı nə deyirlər? Ki, aycama, deyir, la ilahe illallah, müvəhhid ol, tevhidçi ol. Allah'a şərik qərar vermiyor. Və Allah Teala da Qur'an-ı Kerim'də müvəhhid insanları, təmiz doğru insanları ki, imanlarını şirklə alında eləməyirlər, onları ki, şirkə zərbələr yol verməyirlər, o insanları Allah Təbarəkə və Teala buyurur ki, bunlar mənim muxləs bəndələrimdir. Muxlis yox, muxləs bəndələrimdir. Yəni, bunları mən xalis seçmişəm özümdən ötürü. Bunlar seçilirdi. Daha onları şeytan da yaxın